Trade çox prestij bir sahə olduğu üçün hal-hazırda Azərbaycanda bir çox insanlar ki var, mali birjaları haqqında məlumatlar ötürürlər və bir çox insanlara trader olmağı onların zənnincə öyrətmək istəyirlər. Amma təbii ki, müqavimində hansı bir pul məbləğini, amma bunların marağından sui-istifadə etmək olmaz. Nə üçün təzə başlayanlara düzgün yol göstərmək lazımdır. Və bir müddət Forex sahəsində olanlara da yol göstərmək lazımdır. Yəni, bu yüzden may ayında möhtəşəm bir layihə çərçivəsində istəyirəm ki, yeni başlayanlar üçün tam olaraq pulsuz, yəni yeni başlayanlar hansılar? Təbii ki, real hesabı olanlar üçün pulsuz seminar və nəyi necə etmək məlumat vermə öyrədim, göstərim və eyni zamanda Donalı Telegram kanalına dəvət edeyim və orada gün ərzində paylaşılan siqnallardan yararlansınlar. Eyni zamanda hansı cütlülərə alqı-satqılar həyata keçirmək istəyirlərsə, vaxt olaraq kömək olun, dəstək olun bir müddət ki, özlərinin bazarda tapa bilsinlər. Yəni, əslində, təbii ki, trader sahəsi çox prestij sahədir, çox rahat bir sahədir. Yəni, təbii ki, bir çoxları bunun ötəsindən gələ bilmirlər, amma səbirli olan insanlar, nə ki, Forex sahəsində bütün sahələrdə uğurla, yəni, sonları uğurla nəticələnir. Belə, onun üçün də biz fikirləşdik ki, qərara gəldik ki, yeni başlayanlar üçün möhtəşəm bir layihə. Eyni zamanda, yəni, dedim ki, az məlumat olanlar üçün çox məlumata fərq eləməz. Və fon hesablarının əvəzinə şəxsən mən həmin fon hesablarına verdiyi pulların qədər mən də onlara pul verəcəm ki, real hesablarda yəni, onlar rahat ticarət edə bilsinlər. Yəni, inşallah may ayında dediyimiz kimi 20 nəfərə daha nisbətən böyük hesab, 200-300 nəfərə isə daha kiçik hesabda həcmində yəni, hesablar verəcəm, real hesablar orada ticarət edəsinlər və qazansınlar. Bizim yəni Azərbaycanlı gənclərə dəstək olmaq üçün yəni fikirləşdim ki, onlara yaxın olsam, onların fikirlərini öyrənsəm və ticarətdə nəyi düzgün edə bilərsə, onlara kömək etsəm, təbii ki, bu daha məqsədə uyğun olardı. Təbii ki, bizdə ödənişli